Salam, hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər, əziz coğrafiya sevərlər. Bu gün mən sizə TC alt qrupu üzrə keçirilən qəbul imtahanında coğrafiyadan sualların izahını verəcəm. Vaxt itirmədən sualların izahına keçirik. Birinci sualdan başlayırıq. Ölkədə əmək ehtiyatlarının 53%-i qeyri-maddi istehsalda, 32% isə maddi istehsal sahələrində çalışır. İşsizlərin sayının 4,5 milyon nəfər olduğunu bilərək ölkədə əmək ehtiyatlarının ümumi sayını hesablayın. Deməli biz əvvəlcə əmək ehtiyatlarının 53%-i qeyri-maddi, 32% isə maddi istehsalda çalışdığı üçün bu faizləri biz toplamalıyıq. Bu da eləyəcək 85%. Deməli 85% əhali çalışır, fəal əhalidir və işsizlərin faizini isə müəyyən etmək üçün biz 100%-dən 85-i çıxırıq, 15%. Deməli 15% əhali işsizdir. İndi biz tam ümumi əhalinin miqdarını tapmaq üçün belə bir tənasübdən istifadə edəcəyik. 4,5 milyonu biz 15% götürəcəyik, çünki 15%-ə bərabərdir. Və x milyonu isə 100% götürəcəyik. Tam əhalini burada tənasiblə həll edəcək. Cavabımız tapılacaq 30 milyon. Deməli, ümumi əhalini, əmək ehtiyatlı əhali 30 milyon təşkil edir. Cavabımız olacaq 30 milyon B variantı. İkinci suala baxırıq. Doğru sıraları müəyyən edin. Müvafiq olaraq coğrafi obyekt, təbii vilayət və tektonik zona. Birincidə baxırıq. Qızılağac Milli Parkı Lənkəran təbii vilayətində və Kürdağac çökəkliyində. Burada Qızılağac Milli Parkı elə Kür vilayətində yerləşir və Kürdağac çökəkliyinə aiddir. Deməli, burada Lənkəran vilayəti səhvdir. 2-də Bozdağ silsiləsi Kürdağac çökəkliyində və Kürdağac çökəkliyi tektonik zonasında yerləşir. Bu tamamilə doğrudur. Hərəmi düzü Çi Qafqaz təbii vilayəti və Çi Qafqaz qalxmasına bildiyimiz kimi Hərəmi düzü Kür çökməsi vilayətinə aiddir və o da Kür tektonik zonasına aiddir. Deməli bu yanlışdır. 4-də Şərur düzü Orta Araz vilayətinə aiddir və Orta Araz əyilməsinə, bu da doğrudur. Qızyurdu zirvəsi isə Lənkəran təbii vilayətində yerləşir. Talış dağlarının ən hündür ikinci zirvəsidir. Və Çi Qafqaz, Talış dağlarda Çi Qafqaz qalxmasına aid olduğu üçün bu da doğru fikirdir. Deməli, sualın doğru cavabı 2, 4 və 5 olacaq. C variantı. Üçüncü suala baxaq. Şərti işarələrin aid olduğu faydalı qazıntıları və bu ehtiyatlarla daha zəngin olan müvafiq ölkələr. Birinci şərti işarə qalayın işarəsidir. İkinci bu dəmir filizi. Üç isə bildiyimiz kimi fosforit ehtiyatlarının işarəsini göstərir. A variantında qalay, dəmir filizi, fosforit və müvafiq olaraq ölkələr Taylandda qalay ehtiyatı, biri Cənub-Şərqi Asiya qalay qurşağı hesab edilir. Braziliyada dəmir filizi ehtiyatları zəngindir və Mərakeş isə fosforit ehtiyatına görə seçilir. Burada Atlas dağlarında fosforit ehtiyatları zəngindir. Deməli, A cavabı elə sualının doğru cavabıdır. Digərlərinə fikir versə, birincə civə göstərilib, C-də Wolfram bu işarələr uyğun deyil və digər Y variantında qalay, dəmir filizi, amma üçüncü xromit göstərilib, deməli Y-də ola bilməz. Doğru cavabımız A variantı. Dördüncü suala baxırıq. Uyğunluğu müəyyən edin. Qazaxıstan, Estoniya, Özbəkistan bu ölkələrə uyğun olan fikirləri müəyyən edək. Ərazisi iki qitədə yerləşir. Bu ölkələrdən biz ancaq Qazaxıstanı deyə bilərik ki, onun ərazisi Avropa və Asiya qitəsində yerləşir. Deməli, A Qazaxıstana aiddir. Pambıqçılığın inkişafı üçün əlverişli təbii şəraitə malikdir. Bu ölkələr içərisində bilirik ki, bu ölkələrdən Özbəkistanda pambıqçılığın inkişafı üçün daha bir əlverişli bir şərait vardır. Deməli, bunu Özbəkistana aid edə bilərik. Əhalisi türk dil qrupunun Qıpçaq qoluna aiddir. Qazaxlar, yəni türk dillərinin Qıpçaq qoluna aid edilir. Burada özbəklər Uyğur olduğu üçün bunu götürə bilmərik. Estonlar isə türk dillərinə aid deyil. Deməli, bu da olacaq birinciyə, Qazaxıstana. Mərkəzi Asiyada əhalisi ən çox olan türk dilli dövlət təbii ki, Özbəkistan hesab edilir. Əhalisi Ural dil ailəsinə aiddir. Estonlar, finlər, macarlar, yəni bildiyimiz ki, Ural dil ailəsinə Fil-Uqor qrupuna aid edilir.
Deməli cavabımız olacaq A və C, 2-də Y, 3-də isə B və D cavabı olacaq A variantı. Beşinci suala baxırıq. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Musson meşələri, ekvatorial meşələr və oxşar cəhətlər. Cənub-şərqi və Şərqi Asiyada daha geniş ərazilərdə yayılmışdır. Burada söhbət təbii ki, musson meşələrindən gedir. İl boyu bu meşələrdə 2000-3000 yağıntı düşür. Bu ekvatorial meşələrə aid olan xüsusiyyətdir. Burada məskunlaşan əhali demoqrafik keçidin birinci mərhələsindədir. Burada da doğum və ölüm də yüksəkdir. Ona görə də təbii artım aşağıdır. Bu ekvatorial cəngəlliklərə aid edilir. Deməli, bu da ekvatorial meşələr ərazisinə uyğundur. Tropik işıqlanma qurşağında yerləşir. Həm musson meşələr, həm də ekvatorial meşələr tropik işıqlanma qurşağına aid edilir. Ərazidə suvarma şəraitində çərtikçilik inkişaf etmişdir. Daha çox, deməli, bu musson meşələrində, ərazisində, yəni qış aylarında suvarma hesabına da çərtikçilik inkişaf elətdirilir. Deməli, cavabımız olacaq A və Y, sonra isə B və C və D. Doğru cavabımız oldu D variantı. Altıncı suala baxırıq. Doğru olan ifadələri müəyyən edin. Qütb enişlərinin səthinin albedosu çox zəifdir. Albedo əks olunan radiasiyadır. Qütb enişləri də buzla örtülü olduğu üçün bunların albedosu daha yüksəkdir. Amma burada yanlış verilib. Deməli biz biri götürmürük. Antisiklonun mərkəzində yüksək atmosfer təzyiqi yaranır. Bu doğrudur. Buludlu havada sutkalıq temperatur amplitudu daha böyük olur. Əksinə, yəni sutka ərzində ən yüksək və ən aşağı temperatur fərqi buludlu havada daha aşağı olur. Bu yanlışdır. Havanın temperaturu ilə mümkün buxarlanma tərs mütənasibdir. Xeyr, bunlar düz mütənasibdir. Deməli, bu da yanlışdır. Qitələrin daxilinə doğru iqlimin kontinentallığı artır. Bəli, bu dənizlərdən uzaqlıq bu öz təsirini iqlimdə göstərir. Bu doğrudur. Udulan radiasiyanın miqdarı səth örtüyünün xarakterindən asılıdır. Bəli, tünd səthlər radiasiyanı udur, açıq səthlər isə radiasiyanı daha çox əks etdirir. Cavabımız olacaq 2, 5 və 6 D variantı. 7-ci suala baxır. Azərbaycan Respublikası ərazisinin geosinkronal qurşaqda yerləşməsinin nəticələri fəal seysmikliyə malikdir. Bildiyimiz kimi geosinkronal qurşaq aktivdir, yəni tavaların sərhədində yerləşir. Bu Azərbaycan üçün də belədir. Əgər geosinkronal qurşaqda yerləşən ərazilərdə tektonik hərəkətlər baş verir. Birdə fəal seysmikliyə malikdir. Bu doğrudur. Relyefdə denudasyon düzəlişlər üstünlük təşkil edir. Bu doğru deyil. Relyefin hündürlük amplitudu azdır, əksinə çoxdur. Cavan dağlar formalaşır. Bəli, Respublikamız ərazisində olan bütün dağlar cavan dağlardır. Uçqun bənd mənşəli göllər yaranmışdır. Bəli, məsələn, 1139-cu ildə Gəncədə baş verən zəlzələ tektonik hərəkətlərlə bağlıdır və bunun nəticəsində dağ uçqunu olub və uçqun bənd mənşəli göllər yaranmışdır. 1, 4, 5 B variantı. Fəaliyyətdə olan vulkanlar mövcuddur. Bu yanlışdır. Azərbaycan ərazisində fəaliyyətdə olan vulkanlar yox. Sönmüş vulkanlar Qarabağ ərazisində rast gəlinir. 8-ci suala baxırıq. Xəritə sxemdə A və B profilini müəyyən edin. Baxırıq B profilinə görə 3120 bu təbii ki, Dərələyəz silsiləsidir, Kükü dağdır. Və A-da isə 3616 isə bu Dəli dağdır. Dəli dağ Qarabağ vulkanik yaylası, Kükü dağ isə Dərələyəz. Profildə isə bunu B-dən A-ya, B Dərələyəzdən deməli biz Dərələyəzdən Qarabağ vulkanik yaylasına doğru BA olacaq. Bu da 4-ə uyğun gəlir. 9-cu suala bax. Xəritə sxemdə rəqəmlərlə göstərilən çayları və onlara uyğun qida mənbələrini müəyyən edin. Baxaq A variantında 5 pir saat çaydır və yağış suları doğrudur. 6-da Köndələn çay deyildir. Bu doğru olmadığı üçün. Ümumiyyətlə Köndələn çay olsa belə yeraltı sular burada doğru deyil. Köndələn çay 2-dir, amma burada 6 göstərilir. Deməli A səhvdir. B-də Naxçıvan çayıdır. Naxçıvan çayı yağış suları yazılıb. 2-də isə Həkəri çayıdır. 2-də Həkəri çay deyil də Köndələn çay olmalıdır. Çay yanlış göstərilib. 4-də Göyçay yeraltı sular qeyd edilib. 5-də Pirsaat çay isə qar suları deyil, yağış sularıdır. D variantında 3 Qusarçay. 3 Qusarçay deyil də Samır çayıdır. Bu da yanlışdır.
Y variantı 2 Köndələn çayıdır və Köndələn çay Qarabağ silsiləsindən başlayır. Yağış sularından qidalanır. Üstə Samur çayıdır isə o qar və buzlaq sularından qidalanır. Doğru cavabımız Y variantı. 10-cu suala baxırıq. Ölkədə ümumilli məhsulun dəyəri 360 milyard dollar, ÜDM-in dəyəri isə 420 milyard dollardır. Ölkə şirkətlərinin xaricdə yaratdığı məhsulun dəyəri 66 milyard dollar olarsa, xarici şirkətlərin bu ölkə daxilində yaratdığı məhsulun dəyəri ÜDM-nin neçə faizini təşkil edir? Bu qayda ilə yaza bilərik. ÜDM, yəni ümumdaxili məhsul bərabərdir. Ölkədə olan milli şirkətlər, üstəgəl ölkədə olan xarici şirkətlər ümumilli məhsulla bərabərdir. Ölkədə olan milli və ölkənin xaricində olan milli şirkətləri şəklində işarə edə bilərik. Və hər ikisinin qiymətləri burada qeyd edilir. ÜDM 420-dir. Ümumilli məhsul isə 360-dır. O zaman biz ÜDM-dən ümumilli məhsulu çıxsaq, ÜDM-dən ümumilli məhsulu çıxanda, yəni A plus B-dən A minus plus C-ni çıxan zaman 420-dən 360 çıxacaq. 420 çıxılsın 360. O zaman burada B minus C bərabər olur 60-a. Burada C bilirik ki, e, bu ölkənin şirkətlərinin xaricdəki məhsulun istehsal etdiyi məhsulun dəyəridir. O zaman onun yerinə 66-nı yazsaq, bərabər eləyir 60-a. B isə ölkənin daxilində olan xarici şirkətlərdir ki, burada da tapanda eləyir 126. Deməli, biz ölkənin daxilində olan xarici şirkətləri tapdıq, amma bunun ÜDM-i neçə faizi olduğunu tapmalıyıq. ÜDM bizdə bildiyimiz kimi 420 idi. 420 100 faizdir. 126 isə tənasibən x faiz. Biz bu tənasibi həll eləsək, deməli burada cavab alınacaq 30%. Deməli, sualımızın doğru cavabı D variantı 30% edəcəkdir. 11-ci suala bax. Azərbaycanın şimal və cənub ucqar nöqtələrinin yerləşdiyi iqtisadi rayonların oxşar və fərqli xüsusiyyətlərini müəyyən edin. Şimal ucqar nöqtəmiz Quton dağıdır. O da bildiyimiz kimi Balakən Zaqatala. Yəni Balakən Zaqatala iqtisadi rayonunda yerləşir. Və ikinci isə cənub ucqar nöqtəmiz isə Lənkəran, Astara iqtisadi rayonu ərazisində yerləşir. İndi bunların oxşar cəhəti, iki isə fərqli xüsusiyyətlərini müəyyən edək. Filiz faydalı qazıntı yataqları mövcuddur. Bildiyimiz kimi bu Balakən Zaqatalada ola bilər, amma deməli bu Lənkəran Astara üçün doğru deyil. Deməli, bu fərqli cəhətdir. Mülayim isti iqlim şəraitində meyvəçilik inkişaf edir. Hər ikisində meyvəçilik var. Balakən Zaqatalada bildiyimiz kimi orada qərzəşli meyvəçilik, Lənkəran Astarada isə sitrus meyvəçiliyi var. Deməli, bu iki doğrudur, ortaq cəhətdir. Xarici ölkələrlə sərhədi dağ silsiləsindən və çaylardan keçir. Bu da oxşar cəhətdir. Və bütün inzibati rayonlar xarici ölkələrlə həmsərhəddir. Xeyr, bu yanlışdır. Ortaq cəhət deyil. Çayları, bütün inzibati rayonları xarici ölkələrlə həmsərhəd olan Balakələ Zaqataladır. Amma Lənkəran Astarada bütün iqtisadi rayonlar, məsələn deyək ki, Masallının xarici ölkənin sərhədi yoxdur. Çayları Kür hövzəsinə aiddir. Çayları Kür hövzəsinə aid olan Balakən Zaqatala olsa da Lənkəran Astara birbaşa Xəzər hövzəsinə aid edilir. Deməli, bu fərqli cəhətdir. Tektonik sınma boyunca bulaqlar səthə çıxırsa, bu hər ikisinin ortaq cəhətidir. Cavabımız olacaq 2, 3, 6 və 1, 4, 5. Y variantı. 12-ci suala baxaq. Eyni ölkəyə aid olmayan limanları müəyyən edin. Kobe, Nagoya, Yokohama bu Yaponiyaya aiddir. Novorossiysk, Sankt-Peterburg və Vladivostok Rusiyaya aiddir. Marsel, Fransa, Hamburg, Almaniya, Genya isə İtaliyadır. Fərqli ölkələr olduğu üçün C doğru cavabdır. İzmir, İstanbul, Ceyhan bu Türkiyə, Boston, New York, Yeni Orlean isə bu da ABŞ-a aiddir. 13-cü suala bax. Xəritə sıxımında verilmiş iqtisadi rayonların fərqli xüsusiyyətlərini müəyyən edin. İqtisadi rayonlar burada Gəncə Daşkəsəndir.
Növbəti isə Dağlıq Şirvandır. Bunların fərqli xüsusiyyətləri müəyyən. Üzümçülük inkişaf üçün təbii şəraitə malikdir. Bu oxşar cəhətdir. Dağ mədən sənayesi inkişaf etmişdir. Dağ mədən sənayesi Gəncə daşkəsənə aiddir, amma Dağlıq Şirvana aid deyil. Deməli biz bunu götürə bilərik. Dəmiyə əkinçiliyi inkişaf etmiş. Hər ikisində dəmiyə əkinçiliyi var. Deməli 1-3 cavabları buradan avtomatik silinir. Ərazisində əsasən ixrac neft kəməri keçir. Bu Gəncə daşkəsənə aiddir. Deməli yanar şist ehtiyatları var. Bu Dağlıq Şirvanda var, Gəncə Daşkəsəndə yoxdur. Deməli fərqli cəhətdir. 2, 4, 5. Mülayim isti iqlim tipi hər ikisində mövcuddur. Cavabımız olacaq 2, 4, 5. A variantı. Orada öncücü suala baxırıq. Deməli 14 diaqramdır. Biz diqqətlə bu diaqramları təhlil edəcəyik. Verilmiş iqlim diaqramının aid olduğu məntəqələrin yerləşdiyi ölkələri və onlar üçün səciyyəvi xüsusiyyətləri müəyyən. İqlim diaqramına fikir versək, yağıntılar qış aylarında, temperatur isə deməli təxminən 7-8 dərəcə və ondan yüksək olur. Bu söhbət şimal yarımkürəsinin Aralıq dənizidir. Şimalın Aralıq dənizidir. Bu birisində isə baxsaq, bu Cənub yarımkürəsinin iqlim diaqramıdır və yağıntılar gördüyünüz kimi Cənub yarımkürəsində dekabr, yanvar, fevral ayları yay ayları olduğu üçün yayda düşüb. Yəni bu Cənubun subekvatorudur. Deməli, Cənub yarımkürəsinin subekvatoru şimalın Aralıq dənizinə uyğun olan xüsusiyyətləri biz tapmalıyıq və ona uyğun olan ərazi hansı ola bilər? Təbii ki, birinciyə aid olan ərazi 5-dir. 5-də Aralıq dənizidir və ona uyğun olan xüsusiyyətlərə baxaq. Zeytun istehsalında dünyada qabaqcıl yer tutur. Bəli, İspaniya, xüsusən də İspaniya işarə edilib və o zeytunçuluğa görə seçilir. Yəni 1-ə 5 və B uyğun gəlir. 1-ə 5 B uyğun gəlir. 2-yə baxsaq, Cənubun subekvatoru ki, yəni burada 2 ilə göstərilən şimalın subekvatorudur, amma bizdə Cənub yarımkürəsində olmalıdır. Cənubun subekvatoruna uyğun gələn təkcə bir məntəqəsidir, Braziliya. Və Braziliyaya aid olan xüsusiyyət isə zəngin dəmir filizi və boksit ehtiyatlarına malikdir. Deməli, cavabımız olacaq C variantı. 15-də cədvələ əsasən respublikamızda qış otlaqlarının yayıldığı məntəqələri müəyyən edin. Qış otlaqları düzənlik ərazilər üçün səciyyəvidir ki, və burada əsasən yarımsəhra və quru çöl iqlimindədir. Orada da ki, bildiyimiz rütubətli əmsalı 0,1 ilə 0,3 arasındadır. Və məntəq temperatur yüksək olur və burada fikir versək bu məntəqələrdə birinci məntəqə -5, bu qış otlağı ola bilməz. 2-də müsbət 14 dərəcə, bəli, orta illik temperatur müsbət, bu düzənlik ərazidir. Və 0,3-dür, bu da yarım səhra üçün uyğun bir xüsusiyyətdir və həmin ərazilərdə qış otlaqlarına uyğun gəlir. 3-də müsbət 25 dərəcə və 1,7-dir və burada rütubətli əmsalı çox böyükdür, bu qış otlaqları deyil. Plus 5 dərəcə və 2,5 burada da çox yüksəkdir, ola bilməz. 5-də isə -10 dərəcə temperatur çox aşağıdır və rütubətli əmsalı uyğun gəlsə də temperaturun -10 dərəcəyə düşdüyü ərazidə qış otlağı ola bilməz. Deməli, qış otlaqları olması üçün bizdə əsasən respublikamızda yarımsəhra və quru çöl iqliminə malik olan əraziləri tapmalıyıq. Orada da müsbət 10 dərəcə orta illik temperatur və rütubətli əmsalı 0,3 olur. Cavab B variantı. 16-cı suala baxırıq. 12 dərəcə cənub enliyi və 60 dərəcə şərq uzunluğu, 35 şimal enliyi, 85 qərb uzunluğu, 68 cənub, 174 şərq uzunluğu. İl ərzində gecə və gündüzün uzunluğu arasında vaxt fərqi daha az olur. Bu ekvatora yaxın olan bir ərazidə ola bilər. Çünki orada gecə və gündüz bərabər. Ekvatora ən yaxın məntəqə 12 dərəcə cənub enliyi olacaq. Birinci məntəqə, yəni A. Yeni ili daha gec qarşılayırlar. Yeni ili daha gec qarşılayan daha qərbdə olandır. Bu məntəqələrdən ən qərbdə yerləşən təbii ki, ikinci məntəqədir. Şimal-şərq külələrinin təsirinə məruz qalır. Şimal-şərq küləkləri qütblərə yaxın olan ərazilər üçün səciyyəvidir və bu küləklər əlbəttə ki, üçüncü məntəqə üçün ola bilər ki, o qütb dairəsindən də şimalda yerləşir. Qütb gecə gündüzləri qütb gecə gündüzləri müşahidə olunur.
Daha doğrusu burada şimal-şərq küləkləri deyilir. Əgər cənub-şərq küləkləri olsaydı biz e, bunu götürə bilərdik. Şimal-şərq küləkləri heç birinə aid olmayacaq. Qütb gecə gündüzləri müşahidə edilir. Bu üçə aiddir. Yeni sutkanı daha tez qarşılayırlar. Bu da təbii ki, ən şərqdə yerləşən məntəqə olacaq. Bu da 3-ə aid ediləcək. Yəni 1-ə A, 2-yə B, 3-ə isə D və Y uyğun gəldi. Doğru cavabımız oldu C variantı. Bu şimal-şərq küləkləri bu qütb ətrafı ərazilərdir, amma şimal yarımkürəsi üçün xarakterikdir. Yəni şimalın qütb işıqlanma qurşağındadır. Amma burada cənub olduğu üçün burada cənub-şərq küləkləri olsaydı götürərdi. Deməli bu heç birinə aid deyil. 17-ci fikrə baxırıq. Doğru olmayan coğrafi ifadələri müəyyən edin. Dunay və Kalima çaylarının su sərfi yaz aylarında çoxalır. Bunlar qar sularından qidalanmaq üçün yaz aylarında çoxalır. Deməli bunlar doğrudur. Bizə doğru olmayan lazımdır. Mekong çayının hövzəsi iki işıqlanma qurşağında yerləşir. Bu da doğrudur. Ladoqa gölü mülayim işıqlanma qurşağında yerləşir. Doğrudur. 1, 2, 3 deməli doğrudur. Bunları cavabdan silsək, cavabımız olur 4, 5, 6. Balxaş gölü iki türk dövlətinin ərazisində yerləşir. Balxaş Qazaxıstan ərazisində yerləşir. Yəni bir dənə türk dövlətidir. Tanganika gölü platformanın əyilmə zonasında yerləşir. Əyilmə yox, sınma zonasıdır. Bu da yanlışdır. Afrikanın çaylarının çox hissəsi Hind okeanı hövzəsinə aiddir. Xeyr, Afrikanın çaylarının çox hissəsi, xüsusən də böyük çaylar Atlantik okean hövzəsinə aiddir. Deməli 4, 5, 6 D variantı. 18-ci suala baxırıq. Qoruq, Qarayazı, İlisu, Qaragöl və xüsusiyyətlərini tapaq. Yerləşdiyi fiziki coğrafi rayon üçün həm mülayim isti, həm də soyuq iqlim tipi xarakterikdir. Bu təbii ki, bu məntəqələrdən İlisuya aid edilə bilər. Deməli, Balakən, Zaqatala. Zaqatala Laxıc fiziki coğrafi rayonunda, daha doğrusu burada həm mülayim isti, həm də soyuq iqlim tipidir və ilisi qoruğuna uyğun gəlir. Tektonik çökmə zonasında yerləşir. Təbii ki, bu Qarayazıdır. Qarayazı Kürü çökməsinin ərazisində yerləşir. Ərazidə mezoyaşlı suxular üstünlük təşkil edir. Mezoyaşlı suxular da bu məntəqələrdən əlbəttə yenə də Zaqatala Laxacıya aid olacaq. Xüsusən də orta dağlıqda təbaşir, yuxarı dağlıqda isə Yura dövrün suxuları var. Düzən meşə landşaftı mühazirə olunur. Düzən meşə landşaftı Qarayazdadır, introzonal landşaftdır burada. Yerləşdiyi təbii vilayətdə maqmatik suxular Qaragöldür. Bu Qarabağ vulkanik yaylasındadır və həmin Siqafqaz vilayətində maqmatik suxular geniş yayılmışdır. BD, AC, BD, AC və Y cavabı. Doğru cavabımız 18-də Y-dir. 19-a baxaq. Sxemi tamamlayın. Türk dil qrupu və ona uyğun gələn cavabları taparıq. Birdə baxsaq, Oğuz, digərdə Karaimlər. Karaimlər Bulqarlara aiddir. Yəni Bulqar qoluna aiddir. Türk dil qrupu 4 qrupa aid. Oğuz, Bulqar, Qıpçaq, bir də Uyğur qrupları mövcuddur. Karaimlər bildiyimiz kimi Bulqara aiddir. Deməli bu cavabları avtomatik silirik. B və C-yə baxırıq. İkinci özbəklər isə Uyğura aiddir. Yenə də Uyğurlar var. Oğuzlar bildiyimiz Oğuz qrupuna aid olanlar Qazaxlar yox. Çünki Qazaxlar Qıpçaqa aiddir. Ona görə türkmənlər olacaq. Türkmənlər Oğuz qrupuna aiddir. Qıpçaqlara isə qırğızlar aid ediləcək. Cavabımız oldu C variantı. 20-ci suala baxaq. Xəritə sxemasına müvafiq bitkiçilik sahələrinin inkişaf etdiyi ölkələri müəyyən edin. Kartof əsasən mülayim enliklərdə, qəhvə tropik enliklərdə və çayçılıq da subekvatorial enliklərdə, tropik, subekvatorial və subtropik enliklərdə yetişdirilir və buna uyğun olaraq kartofçuluğa aid olan bir məntəqə seçsək, əvvəlcə ölkələrə baxaq. 1 ABŞ, 2 Şri-Lanka, 3 Fransa, 4 Avstraliya, 5 isə Braziliyadır. Burada kartofa uyğun olaraq birinci məntəqəni seçirik, yəni ABŞ. Qəhvə Braziliya seçilir, 5-ci məntəqə. Çayçılığa görə isə bunların içərisində Şri-Lanka seçilir. 1, 5 və 2 elə A variantı sualın doğru cavabıdır. 21-ə baxırıq. Qərbi Avropa ölkələrinin iqtisadi coğrafi mövqeyini səciyyələndirən əlamətlər. Region ölkələrin bir-birlə sıx qonşuluq mövqeyinin olması. Bu doğrudur. Bütün ölkələrin dünya okeanı birbaşa çıxın olması xeyr. Burada məsələn Avstriya, İsveçrə bir sıra ölkələr var ki, onların çıxışı yoxdur.
Mühüm dəniz və quru ticarət yollarının yaxınında yerləşməsi, bu da doğrudur. Şərqi Avropa ölkələri ilə qonşuluq mövqeyinin olması, təbii ki, bu da doğrudur. Region ölkənin hamısında hasilat sənayesinin inkişaf etməsi, xeyr, hamısında hasilat yox, daha çox emal edici sənaye üstündür. 1, 3 və 4 Y variantı. 22-də bax, ərazisi bütövlükdə fəal seysmik zonada, qədim platformada, həm platforma, həm də fəal seysmik zonada yerləşənləri tapmalıyıq. Bu cür yazırıq və təyin edirik. Baxaq, Türkmənistan, Belarus, İslandiya, Kanada və Finlandiya. Ərazisi bütünlüklə fəal seysmik zonada yerləşən ölkə bunlardan İslandiyadır. Tavaların divergent zonasında yerləşir, vulkanik adadır. Ə, Həm qədim platformadır. Ümumiyyətlə qədim platformada yerləşənlər bunlardan Belarus və Finlandiya olacaq. B və Y. Şərqi Avropa platforması, ümumiyyətlə Avropa platformasında yerləşirlər. Daha sonra həm fəal seysmik zonada, həm də platformada yerləşənlər isə müəyyən bir hissəsi platformadır, müəyyən bir hissəsi seysmik zona. Bu isə Kanada və Türkmənistana aid edilir. A və D. Deməli cavabımız olacaq C, B, Y, A, D, A variantı. 23-cü suala bax. Karpat dağlarına aid olan xüsusiyyətləri müəyyən edin. Ümumiyyətlə Karpat dağlar Macarıstan, Slovakiya, Serbiya, Rumıniya, Çexiya kimi ölkələrin ərazisində yerləşir və Cavan dağlara aiddir. Alt qırşığında yaranmışdır. Yerləşdiyi ölkələr əhalinin təbiatının birinci tip hissəcəvidir. Bu doğrudur. Bütünlüklə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin arasında xeyr, bu salınmışdır. Avropanın ən yüksək zirvəsi buradadır. Xeyr, bu da yanlışdır. Çaylar əsasən Atlantik okean hövzəsinə aiddir. Bu doğrudur. Ərazidə codyarpaqlı həmişəyaşıl meşələr formalaşıb. Xeyr, burada codyarpaqlı meşə və kolluğa rast gəlinmir. Litosfer havalarının konvergens zonasında yerləşir. Cavab 1, 4 və 6-dır. Deməli cavabımız olacaq. Burada qeyd eləyək. 1, 4, 6. 24-cü suala baxın. Yarımada boğaz və adaya uyğunluğu müəyyən edin. Baxaq birinci Koreya yarımadası, Yapon adaları, Bering boğazı. Xeyli burada Koreya boğazı olmalıdır. Bir səhvdir. Cape York, Torres, Yeni Gvineya. Bəli, Cape York yarımadasını Yeni Gvineyadan Torres boğazı ayırır. Düzdür. Hindistanı Şri Lankadan Polk boğazı ayırır. Doğrudur. Malakka, Sumatra adasından Zond boğazı yox. Malakka boğazı ayırır. Zond boğazı ümumiyyətlə Sumatra adasını Yava adasından ayırır. Bu səhvdir. Labrador yarımadasının Baffin torpağından bəli Hudson boğazı ayırır. Cavab 2, 3 və 5. 2, 3 və 5 olacaq. 25-ci suala baxırıq. Doğru olan fikirləri müəyyən edin. Böyük su harici dağ hissəsi qərb yamacı boyunda savanna və seyrək meşələri təbii zonası yayılmışdır. Bəli, onun şərq yamacında dəyişkən rütubətli, qərb yamacında savanna, seyrək meşələr ola bilər. Bir doğrudur. Filippin və Madagaskar adaları tropik iqlim quşağında yerləşir. Madagaskar yerləşə bilər, amma Filippin subekvator və iqlim və ekvatorial iqlim quşağında yerləşir. Yəni subekvator və ekvator olur. Bu tropikdə yerləşmir. Şərqi Asiyanın ən uzun çayı tranzit çayıdır. Şərqi Asiyada ən uzun çay Yansızıdır. Tamamilə Çin ərazisindədir. Deməli tranzit deyil. Pasxa və İslandiya adaları litosfer havalarının divergent sərhədində yerləşir. Bu doğrudur. Yəni ayrılma sərhədində yerləşir. Almaniya və ABŞ təsərrüfatın dördüncü sektoru, yəni informasiya, dördüncü sektor informasiyadır və o da inkişaf etmiş ölkələrdə olduğu üçün bu doğru fikirdir. Yüksək məhsuldara malik olan əkinçilik istehlak tipidir. Xeyr, bu əslində əmtəlik tipi olmalı idi. Cavab 1, 4 və 5. 26-cı məsələyə baxırıq. Miqyası 1 bölünsün 50 milyon olan xəritədə Bakı şəhəri ilə eyni enlikdə yerləşən B 20 dərəcə şərq uzunluğu və C 60 dərəcə şərq uzun məntəqələr arasında məsafə 6 sm-dir. Bu məntəqələr arasında həqiqi məsafənin xəritədə neçə kilometr təhrif olduğunu hesablayaq. Deməli biz əvvəlcə bu məntəqələri qeyd edək. Bakı şəhərinin eyni enlikdə olduğu üçün Bakının paraleli 40 dərəcə şimal enliyidir və yadımıza salırıq ki, 1 dərəcə 40 dərəcə şimal enliyində 85,4 kilometr olmalıdır. Bunu yadımıza salırıq. Və B məntəqəsi 20 dərəcə şərq uzunluğundadır. Burada B məntəqəsini qeyd edirik. C məntəqəsi isə 60 dərəcə şərq uzunluğunda yerləşir. Deməli, bu iki məntəqə ikisi də şərqdə olduğu üçün bunlar arasında dərəcə fərqini tapırıq. 40 dərəcə edir.
və 1 dərəcə 85,4 olduğu üçün 85,4-ü 40-a vuracağıq. Bu da eləyəcək 3416 kilometr. İndi miqyasa görə tapırıq. Deməli, bu ədəddən 5 sıfır silirik. Deməli, 1 santimetrə 500 kilometr uyğun gəlir. Burada isə 6 santimetr olduğu üçün 6-nı 500-ə vururuq. 3000 kilometr. Və indi təhrifi tapmaq üçün 3416-dan 3000-i çıxırıq. Cavab verir 416 kilometr. Deməli, təhrif olacaq 416 kilometr. 27-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Qışı qıraq keçən mülayim isti iqlim, yayı qıraq keçən mülayim isti iqlim, qışı soyuq, yayı qıraq keçən yarım səhra və quru çöl iqlimi. Gəlin buna aid uyğunluğu müəyyən edək. Deməli, bunlardan Şərur Ordubad bura aiddir. Qışı soyuq, yayı quraq keçən yarım səhra və quru çöl iqlimi aid edilir. Yəni 3-ədir. Küdrü Şirvan bunların heç birinə uyğun gəlmədi. Deməli, Lənkəran olacaq. Yayı quraq keçən mülayim isti iqlim. Samur Dəvəçi isə yenə də bunlar qışı quraq keçən mülayim isti iqlim olduğu üçün burada variantda olmadığını götürmürük. Qanı Xəriçayda isə qışı quraq keçən mülayim isti iqlimi götürəcəyik. Deməli 1-ə Y, 2-yə C, 3-ə isə A cavabını götürəcəyik. İndi isə situasiyanı oxuyaq. Turfan çökəkliyində -155 metr şimal-qərb istiqamətində quru yolla hərəkət edən müşahidəçi iki qitənin sərhədində yerləşən relyef formasının ən hündür zirvəsinə çatdı. Müşahidəçi çatdığı zirvə ilə hərəkətə başladığı çökəkli arasında 205 millimetr civə sütunu atmosfer təzyiq fərqi olduğunu müəyyən etdi və bəzi qeydlər apardı. Müşahidəçinin hərəkət etdiyi marşrut üzrə apardığı qeydlər aşağıdakılardır. Marşrut xətti mülayim işıqlanma quşağının daxilində yerləşir. Çatdığı relyef formasının geosinkron sonuncu inşa mərhələsində olması, çatdığı relyef formasının maqmatik mənşəli suxuların geniş yayılması, marşrut üzrə keçdiyi ölkələrin türklülü xalqların yaşamasıdır. Deməli, biz bilirik ki, 10 metr yuxarı qalxanda 1 millimetr civə sütunu düşür. Deməli, 205 millimetr civə sütunu düşməsi üçün neçə metr qalxmalıyıq? Təbii ki, 205-i 10-a vururuq. Bu eləyir 2050 metr. Deməli, Turfan köçərli həmin məntəqə arasında 2050 metr fərq var. O zaman 2050-dən biz çıxırıq 155-i, cavab tapılır 1895 metr. 1895 metr hündürlüyə malik olan zirvəni də bilirik ki, bu Narodnaya zirvəsidir. Narodnaya zirvəsi də Ural dağlarında yerləşir. Ural dağları. Deməli, Ural dağları da bildiyimiz kimi Avropa və Asiyanın arasında yerləşir. Qədim dağlardır. Geosinkronun 4-cü mərhələsində formalaşmışdır və Rusiyanın ərazisində yerləşir. Mətnə isə müşahidənin çatdığı zirvənin hündürlüyünü hesablayın və biz burada zirvənin hündürlüyünün 1895 metr olduğunu tapdıq Narodnaya və zirvənin yerləşdirdiyi relyef formasının adı isə Ural dağları olacaq. Mətnə isə müşahidənin çatdığı relyef formasının aid olan xüsusiyyətləri qədim dağlardır, paleozoy qırışığında yaranmışdır, Rusiyanın ərazisində yerləşir, filiz faydalı ehtiyatlarla zəngindir. Bu cədvəldə yəqin ki, belə bir fikirlər var. Hansı iqlim qurşağında yerləşir, bunlar da var. Buna əsasən doldururuq. Müşahidə marşrut üzrə keçdiyi ərazilərin xüsusiyyətləri müəyyən edib cədvələ yazın. Cədvəl olmadığı üçün qeyd edə bilmirik, amma hər halda yerləşdiyi ölkə, orada olan ehtiyatlar, iqlim tipi, hansı qitələrin arasında yerləşməsi və digər xüsusiyyətlər olacaqdır. Bunları qeyd edirik. Sualın, deməli, bugünlük sualın izahı bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm.